Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz gözəl bir yemək hazırlayacağıq. Makaron xəngəli. Bunun üçün bizə nə lazımdır? Deməli, makaronlar, ondan sonra qarası üçün çəkilmiş ət, soğanı biz çox eləyəcəyik və sos üçün bizim milli sosumuz olan sarımsaq və qatıq, yəni sarımsaq qatıq bir yerdə. Həmçində duz istiyor zövqə görə və yağ lazım olacaq. İlk öncə əziz izləyicilər nə edirik? İlk öncə makaronlarımızı qaynanmış suya əlavə edirik. Yəni qaynayan suya duz əlavə edib və duzlu suda pişiririk. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi suyumuz belə qaynayır. İçinə duz əlavə edirik. Və makaronlarımızı əlavə edirik. Yaxşıca qarışdırırıq ki, duzlusuyla qarışsın və pişsin. O pişənə kimi isə ətimizi və sosumuzu hazırlayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi tavamızı qoyuruq və yağımızı əlavə edirik. Deməli, əlavə edək. Yağımız indi əriyir və soğanımızı əlavə edəcəyik. Deməli əziz izləyicilər, gördüyünüz kimi baxın belə yağımız hazır olandan sonra soğanlarımızı əlavə edirik. Və bircə qarışdırırıq ki, yaxşıca qovrulsun. Soğanlarımızı bax görürsünüz belə aypara fasonunda doğramışıq. Onsuz da pişəndə özü eriyəcək. Biraz da altını aşağı orta edirik və soğanımızın pişməyini gözləyirik. Əziz izləyicilər, gördüyünüz kimi bax soğansağımız belə qovruldu. İndi başlayırıq ətimizi əlavə etməyə. Bunları qarışdırırıq yaxşıca. Ətlə bir yerdə və pişir. O pişənə kimi isə əziz izləyicilər sosumuzu hazırlayırıq. Makaronumuz da burada suda qaynayır. Deməli əziz izləyicilər, ətimiz pişənə kimi başlayırıq sosumuzu hazırlamağa. Deməli qatığımız və sarımsağımız kim istəsə əzə bilər. Biz bax beləcənə sürkəşdən xırda gözündən keçirdirik. Gördünüz, belə bir sarımsaqlar olur və hər birini bunun gözündən beləcə keçirdirik. Yəni sarımsaq qatığımız bizim milli sosumuzdur. Beləcənə edirik bütün sarımsaqlarımızı. Görürsünüz necə gözəl alınır. Deməli əziz izləyicilər, gördüyünüz sarımsağımızı bax beləcə elədik və beləcə qarışdırırıq. Artıq sarımsaq qatığımız beləcə hazırdır. İndi makaronumuz da hazırdır, ətimiz də pişir və qoyub servis edə bilərik. Əziz izləyicilər, gördüyünüz kimi baxın makaronumuz beləcə pişibdir. Üzərinə isə belə
qarasını qoyuruq hər tərəfinə. Necə gözəl və ləzzətli alınıbdır. Belə və sarımsaq qatığımızı əlavə edirik. Kim çox istəyir, çox da əlavə edə bilər. Baxın, artıq hazır oldu makaron xəncərimiz. Həm tez başa gəlir, həmən tamdır. Yəni, xamır yoğurmağa, belə deyək, un, zat hər yeri batırmağa ehtiyac yoxdur. Makaronları suya töksüz, soğanla əti qovurursunuz. Siz istəsəz hələ bunu toyuq ətindən də eləyə bilərsiniz. Və üzərinə də sarımsaq qatığı töksüz, beləcə alınır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.